Dövlət orqanlarının onlayn şəffaflığının artırılmasında müəyyən irəliləyişlər olmasına baxmayaraq, ümumilikdə vəziyyət 2005-ci ildə qəbul edilmiş informasiya əldə edilməsi haqqında qanunun tələblərinə cavab vermir. Bu barədə Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı dövlət qurumlarının onlayn şəffaflığı hesabatının təqdimatında bildirib. Hesabat 67 dövlət orqanının veb saytının monitoringinin yekunları əsasında tərtib olunub. Hacılının sözlərinə görə hətta ən yaxşı saytlarda belə şəffaflıq səviyyəsi 50%-a çatmır. Media Hüquqları İnstitutunun sözü gedən layihəsinin rəhbəri Xalid Ağaliyev qeyd edib ki, saytların qiymətləndirilməsi, meyarları, orqanın rəhbərliyi, strukturu və səlahiyyətləri tabeliyində olan şöbələr, həyata keçirilən proqramlar, yoxlamalar, insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə tədbirlər, büdcə vəsaitlərindən istifadə, dövlət algıları, kadr məsələlərinin həlli, vətəndaşların informasiya əldə etməsinin təmin edilməsi və s. haqqında məlumatlardır. Hər bir parametr üzrə qiymətləndirmələr 3 ballıq cədvəl üzrə həyata keçirilir. Ümumi qiymətləndirmələr əsasında saytlar şəffaflıq səviyyəsinə görə 3 yerə bölünür. 30% qədər şəffaflığın aşağı səviyyədə olduğunu saytlar, 30-70% orta, 70-100% yüksək səviyyədə şəffaflığa malik saytlar. Bir sayt belə yüksək şəffaflıq səviyyəsinə çatmayıb, ən səciyyəvi çatışmazlıqlar, büdcə vəsaitlərindən istifadə haqqında məlumatların olmaması və ya məhdud olması, dövlət algılarının şəffaf olmaması, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsi haqqında məlumatın az olmasıdır. Kriteriyalar, parametrlər, informasiya növləri müəyyənləşdirildikdən sonra monitoring aparılır, həmin informasiyaların saytda olmadığı müəyyən edilir və daha yekunda reyting cədvəli hazırlanır və ümumi tövsiyələr hazırlanır. Və biz çalışacaq ki, bundan sonra hər qurumlar üzrə tövsiyələr hazırlanmağa çalışaq, təqdim edilməyə çalışaq. Amma elə siz öz saytınızın monitoringinin nəticələri əks olunmuş cədvələ baxdıqda nəyin çatmadığını, nəyin yerində olduğunu çox aydınca görəcəksiniz. Baş Prokurorluğun, Vergilər Nazirliyinin, Hesablama Palatasının, Neft Fondunun və Mərkəzi Bankın saytlarında vəziyyət nisbətən yaxşıdır. Aşağı səviyyəlilər arasında hərbi əsirlərin işləri üzrə Dövlət Komissiyası, Milli Təhlükəsizlik Nazirliyi və Bakı Metropoliten var. Müdafiə Nazirliyinin isə indiyə qədər saytı yoxdur. Hüquq sahəsində ekspert Ələsgər Məmmədli xatırladıb ki, informasiya əldə edilməsi haqqında qanuna əsasən 2010-cu ilədək bütün dövlət orqanları və bələdiyyələrin saytları olmalıydı, amma 2011-ci ilin başa çatmasına baxmayaraq bu təlimat yerinə yetirilməyib. Bu vəziyyət hakimiyyətin elan etdiyi elektron hökumət yaradılması siyasətinə ziddir. Müsbət nümunə kimi Məmmədli Mərkəzi Bankın vətəndaşların ödəmə məntəqələrinə getmədən kommunal xidmət haqlarını ödəyə biləcəyi xüsusi sayt yaratması qeyd edilir. Tədbirdə ən yaxşı saytları olan idarələrin nümayəndələrinə həvəsləndirici diplomlar təqdim edilib. Eyni zamanda Media Hüquqları İnstitutu ən yaxşılara rəmzi şəffaf açar və ən pislərə paslı qıfıl mükafatlarını hələlik təqdim etməməyi qərar alıb.